Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində nələr baş verir? Son aylardır hərbi komissarlar həbs edilir, işdən çıxarılır və yerləri dəyişdirilir. 2023-cü ildə Mürsəl İbrahimovu İlham Əliyev hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə rəis gətirdi. Bu vəzifəyə gəlmədən öncə isə Mürsəl İbrahimov bir bank işçisi idi. Hansı bankın işçisi idi? Niyə onu hərbi xidmətdə çağırış üzrə dövlət xidmətinin rəisi eləyib İlham Əliyev və hərbi komissarlıqlarda həbslər niyə baş verir? Hamısını detallı izah edəcəm. Xahiş edirəm ki, videonu sona qədər izləyin. Bəyən, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Kanalımıza daxil olan məlumatda bildirilir ki, 2023-cü ilin aprel ayında Mürsəl İbrahimov bu vəzifəyə gələr-gəlməz bütün hərbi komissarlıqlara, rayonlara tapşırıq verir ki, artıq topladığınız rüşvəti öz cibinizə endirməyəcəksiniz, hərə öz bildiyi kimi rüşvət yığmayacaq, rüşvət artıq mərkəzləşdirilir. Yəni, hərbi komissarlığın başında yəni Mürsəl İbrahimovun köməkçisi olan Tehran Babatova verilməlidir və yığılan rüşvətlər də Mehriban Əliyev fonduna köçürüləcəkdir. Yəni, səfərbərlik və hərbi xidmət çağırış üzrə dövlət xidmətinin rayon bölmələrində hərbi komissarların həbsi islahat deyil, rüşvət üstə tutulma deyil, təmizləmə deyil, hərbi komissarlıqları yaxşılaşdırma deyil, sadəcə olaraq toplanan rüşvəti Mehriban Əliyevanın Heydar Əliyev fonduna ötürməyənlərin cəzalandırılmasıdır. Yəni, kim əvvəlki qaydada rüşvəti yığır və öz aralarında bölüşür və az bir hissəsinin yarısını yuxarıya ötürürdüsə, indiyənə qədər bu artıq ləğv edilibdir. Hamısını yuxarıya ötürmək lazımdır və kim buna əmələ riayət etmirsə, onlar cəzalandırılır, həbsə atılır. 2024-cü ildə Xocavənd rayon hərbi komissarı mayor Sadiq Əliyev bu iş üzrə saxlanıldı və həbs edildi. Niyə? Çünki ona Mürsəl İbrahimov tapşırıq vermişdi ki, artıq rüşvətlər Mehriban Əliyev fonduna gedəcək, qəpiyinə kimi və o buna əməl etmədiyi üçün 2024-cü ilin oktyabr ayında həbs edildi. Başqaları işindən çıxarıldı. Ən sonuncu yanvar ayında bu il 2025-ci ildə Xəzər rayon hərbi komissarı Ramin Şükürov həbs edildi. O da rüşvət üstündə. Güya kimlərdənsə rüşvət alıbdı, kiminsə balasını harasa deməli köçürmək üçün. Amma əslində rüşvət problem deyil. Problem odur ki, aldığın rüşvəti sən niyə Mehriban Əliyevanın fonduna köçürmürsən, o rüşvətin çox hissəsini cibinə qoyursan, bizim qoyduğumuz qaydalardan kənara çıxmırsan. Və Xəzər rayon hərbi komissarı Ramin Şükürov bir neçə nəfəri həbs edilir, işlərində həkim olur və s. və onlar keçənlərdə ev dustaqlığına buraxılmışdı. Yenə paradoksiyaya baxın, rüşvət verib həbsdən azad olunmuşdu ev dustaqlığına, lakin baş prokurorluqdan və hərbi komissarlıqdan gələn təlimat üzrə Ramin Şükürov yenə həbsə qaytarılır. Bəs gəlin görək, Mürsəl İbrahimov ekranda gördüyünüz bu xidmətin rəisi kimdir? İndi mən sizə onun kim olduğunu açıqlayacağam. Milli Təhlükəsizlik Nazirliyində cinayətkarlarla bərabər olan bir şəxs, sonra gəlir bank işçisi olur. Hansı bankın işçisidir? Qulaq asın sona qədər. İbrahimov Mürsəl Qorxmaz oğlu 1970-ci il təvəllüdlüdür. O, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunur. Eyni zamanda Polis Akademiyasında oxuyur. 2006-cı ilin sentyabr ayından isə polisdən çıxır, gəlir Milli Təhlükəsizlik Nazirliyinə. Diqqət edin, dəyərli həmvətənlər, Eldar Mahmudovun adamı olduğu buradan da bilinir. Eldar Mahmudov bu MTN naziri olar-olmaz gətirir polisdən məhz Mürsəl İbrahimovun yanına 2006-cı ildə. 2008-ci ilin aprel ayında inspektorluq
İdarəsində zabit vəzifəsində çalışır. 2011-ci ildə isə Nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmət edir. 2015-ci ilin noyabr ayında isə MTN-dən ayrılır. 2015-ci ilin oktyabr ayında Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılandan bir ay sonra bu da MTN-dən gedir. Yəni bu çirkabın içərisində Eldar Mahmudovla bərabər olubdur və bunu sübut edən başqa məqam isə birisindən ibarətdir. Bu Mürsəl İbrahimovun islahatçı yox, rüşvətin kökünü kəsən yox, əslində elə rüşvəti ən yaxşı bacaran olduğunu sübut edən başqa bir əməl. Mürsəl İbrahimov 2023-cü ilin deməli aprel ayının 17-sində hərbi xidmətə çağırış üzrə bu xidmətin rəisi gəlir. Bir həftə sonra 25 apreldə isə özünə Tehran Babatov adlı MTN-də əli qana batmış, Eldar Mahmudovun kassiri olmuş Tehran Babatovu özünə köməkçi gətirir ki, o yaxşı rüşvət yığa bilir. Rüşvəti yaxşı bir əldə cəmləşdirə bilir. Heydər Əliyev fonduna köçürüləcək pulların hesab kitabını bu da daha yaxşı bacara bilər və onu özünə köməkçi gətirir. Mən sizə faktları indi oxuyacağam, dəyərli dostlar. Bu, deməli, Tehran Babatov Mürsəl İbrahimovun özünə pul yığması üçün hərbi komissarlıqda köməkçi gətirdiyi Tehran Babatov dövlət, deməli, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Eldar Mahmudovun kassiri olubdur. Eldar Mahmudovun təhlükəsizlik xidmətinin hansı vəziyyətə saldığı, vəzifəsindən istifadə edərək qulduz sistem formalaşdırdığı, sahibkarlara, iş adamlarına qarşı zülmlər etdiyi, adam oğurluğu ilə məşğul olduğu artıq heç kəsə sir deyil, ortalığa çıxıbdır. Keçmiş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan polkovnik Tehran Babatov da bu prosesdə birbaşa iştirak edibdir. Mahmudovun kassiri olubdur. Onun fəaliyyəti haqqında yayılan məlumatlarda bildirilir və məhkəmədə də MTN işində keçən məhkəmələrdə də sübuta yetirilib ki, Tehran Babatov MTN-ə işə götürmə və MTN-in Heydər Əliyev adına akademiyasına qəbul zamanı rüşvət toplayıbdır. Hətta rüşvətin məbləği də məhkəmədə açıqlanıbdır. Konkret rəqəmlər bildirilibdir. Misal üçün, Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıbdır. Yəni, bütün bunlar məhkəmələrdə sübut olunubdur. Bəs belə olan halda İlham Əliyev tərəfindən səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə rəis təyin edilmiş Mürsəl İbrahimov necə olur ki, özünə köməkçi Tehran Babatovu gətirir, qoyur? Rüşvət üzrə çempionu gətirir, özünə köməkçi qoyur, dediyim kimi. Məhz Mürsəl İbrahimovu bu vəzifəyə ona görə İlham Əliyev gətirmişdi ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində rüşvəti bir ələ cəmləşdirsin. Hərbi komissarlar, həkimlər hərəsi ayrı-ayrılıqda pul alırdılar və çox adam dolanırdı. İndi deyir, yox, hətta o kiçik vəzifəllər belə dolanmayacaq, dolanan Mehriban Əliyev olacaq. Yəni, bütün pullar yığılmalıdır, verilməlidir Tehran Babatova və o da Heydər Əliyev fonduna köçürür. Bəs, dəyərli dostlar, Mürsəl İbrahimovun Mehriban Əliyevanın adamı olması faktını sübut edən başqa nədir? İndi onu da sizə deyəcəm. Deməli, Milli Təhlükəsizlik Nazirliyində 2015-ci ildən ayrıldıqdan sonra Mürsəl İbrahimov 2016-cı ildə Kapital Bankda işə başlayır. Kapital Bankın Təhlükəsizlik Departamentinin rəisi olur. Kapital Bank kimindir? Mənim danışmağıma, deməyimə ehtiyac yoxdur. Girin Paşa Holdingin rəsmi internet saytına, orada göstərilir ki, Kapital Bank Paşa Holdingə məxsus bir bankdır. Paşa Holding kimə məxsusdur? Azərbaycan prezident ailəsinə. Bundan başqa, bundan artıq sübut ehtiyac yoxdur. Yəni, xalqın başını allatmayın. İlham Əliyev islahat keçirir, hərbi komissar rüşvət üstə tutuldu və s. Kimi alladırsınız? Kimin gözünə kül üfürürsünüz siz? Hə? Və
Dəyərli dostlar, başqa məlumat da paylaşım. Burada hal-hazırda hərbi bu komissarlıqlar, bu səfərbərlik üzrə dövlət xidmətində Mürsəl İbrahimovun vurmaq istədiyi əsas şəxslərdən biri müavini Mahir Şahverdiyevdir. Mahir Şahverdiyev özü də ayrıca bir quldur, şərəfsiz bir adamdır. Mayordur, general mayordur, amma ona hələ dəyə bilmir. Çünki Bəylər Əyibov hələ vəzifədədir. Mahir Şahverdiyev kimdir? Bəylər Əyibovun bacısı oğludur. Bunun videosunu Azad sözüdə yaymışdıq. Yəni şərəfsizin biridir də, başqa bir şey deyil. Baxın, general mayor olmasına rəğmən hərbi komissarlığı təmsil edir. Rütbəli, bayraq altında və s. Gedib İspaniyaya, Barselonada bu videosunu mənə göndərmişlər, yayımlamışıq. Bəlkə bəzilərinizə də tanışdır. Barselona çox gözəl şəhərdir, gözəl yerdir. Buranın futbolistləri kimi. Bizlərdə hələ baxıb sonra deyəcək. Axşam 12-dən sonra sürərsən deyək. Yaxşı olan yəni ki, pis olmaz. Rəyləri olaraq rəngləri nədir? Mən görərəm onu almışa verəndə Bu şəxs Mahir Şahverdiyevdir. İspaniyada istirahət edir və kimlə gedibdir? Bəylər Əyibovun başqa bir qohumun Gəncədən hansısa polis idarəsindən ya hansısa gömrük idarəsində olan bir şəxslə qohumu ilə gedib istirahətə və çəkir orada onu. Da mənim təkrar eləməyimə ehtiyac yoxdur. Nələr danışır və bu hələ də vəzifədədir. Hamısı quldur. Bəylər Əyibovun da adamları, qohumları, Mehriban Əliyevanın da adamları, qohumları, bunlar hamısı başkəsəndirlər. Bunların hamısı cinayətkardırlar. Xalq isə yenə kasıb yaşayır. Yəni Mahir Şahverdiyevi bu xidmətdə rəis müavini olan şəxsi qeyd etməkdə məqsədim odur ki, əsas son elə bil ki, Mürsəl İbrahimovun vurmaq istədiyi, sıradan çıxarmaq istədiyi şəxs Mahir Şahverdiyevdir, amma Bəylər Əyibov hələ də yəni rəsmi olaraq Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində qaldığı üçün onun bacısını da vura bilmir. Amma mən əvvəlki videolarda demişəm, Bəylər Əyibov rəsmən vəzifədən azad olunar-olunmaz bütün qohumlarının hamısının nəslini kəsəcəklər onun. Yəni nə mənada vəzifədən atacaqlar, həbs edəcəklər. Səbr edin, görəcəksiniz, çox şeyləri görəcəksiniz. Belə Azad sözü izləyin, Azad sözdə qalın. Doğru xəbərlər bu kanaldadır. Xalqın başını aldananlara inanmayın. Xalq yenə kasıb yaşayır, hüquqsuz yaşayır, maaşsız yaşayır, işsiz yaşayır. Varlanan isə bax bunlardır. Əlinin papağını vəlinin başına, vəlinin papağını əlinin başına qoyurlar, cəmaatın başına alladırlar ki, güya rüşvət üstündə kimlərsə tuturlar. Kim inanır? Kim inanır? Azad söz doğruları danışır, xalq isə bizə inanır.